Salam, hər vaxtınız xeyir olsun, əziz futbol azarkeşləri, dəyərli futbol sevərləri, yoldaşlıq görüşündə daha bir maraqlı qarşılaşmanın şahidi olacaq. Trabzonspor Azərbaycan Futbol Okulu ilə Füzuli komandaları üz-üzə gələcək. Yavaş-yavaş artıq oyuncular da meydana daxil olur. Bəli, qarşılaşmadan öncə dövlət himnimiz səslənəcək. Hələ artıq komandalar da salınmışaraq mərkəzə meydanın özlərinə tutulan hissəsində yavaş-yavaş öz yerlərini tuturlar. Bəli, mərkəzdən qarşılaşma start götürdü. Bir də hər iki komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Bir də ki, çox məhsuldar, maraqlı bir qarşılaşmanın şahidi olacaq və istəyirəm ki, start heyətlərdə, daha doğrusu ümumiyyətlərdə nəzərinizə çatdıram. Hansı ki, səfər komandasının heyəti belədir. Bir nömrə Nağıyev Yusif, 6 nömrə Əsədov Fəqat, 10 nömrə Şəmilov Vəli, 8 nömrə Hüseyin Leo Ruslan, 19 nömrə Xudiyev Dərgah, 15 nömrə Tahirov Tahir, 3 nömrə Şəmilov Vəli Sahib, 7 nömrəli Zadən Neyman, 22 nömrə Ramal Eşimov və 9 nömrə Binyatov Kənan. Ev sahibi Trabzonspor Azərbaycan Futbol Okulunda isə heyət məhz belədir.
Qapıdallah verdiyi Faik. Ondan istiqamətdə 61 nömrə Süleymanov Əlisoy. 66 nömrə Paşa Baxış. 47 nömrə Əhməd Hüseynov. 22 nömrə Beylər Şirinli. 21 nömrə Yusif Abdullayev. 5 nömrə Xalid Həmidov. 15 nömrə Əkbər Qəmbərov. 10 nömrə Yusif Sadıqov. 10 nömrə yenidən Aydın Ovçinnikov. 9 nömrə Nərman Dağızadə. Məşqçi Ramilə Bayramova. Baş məşqçi Eşən Ağaverdiyev. Bir zərbə çəkdi. Yusifdən gəldi Füzuli kollektivində. Faikdən uzun bir ötürmə. Əlisoy nəzarət altında Faik. Top ələ keçirdi. Yaxada top hərəkətli qazanacaq. Nərman. Bir hücum çəkdi, bir zərbə çəkdi. Binatov Kənanla. Faik dəf etməyi bacardı, birə-birdə keçid vermədi. Köşdən zərbə Füzuli kollektiv adına. Qapı qarşısına ötürmə hissəyi Faik dəf etməyi bacarmışdı. Bir qədər riskli hərəkətlər izlədik. Zərbə meydançası daxilində. Məşqçi də oyuncularını əsəbləşirdi. Ruslan. Faik. Yusif. Yitirdi topu. Şəmilov. Əlisoy araya girdi. Yusuf Abdullayevdən. Top son olaraq meydan tərk etmişdi. Qapı qarşısına ötürmə hissəyi. Süleyman Əlisoyun toxunuşu sonrası Faikdən qaldı. Bir ötürmə hissəyi keçmir Neyman. Şəmilov. Binatov Kənan. Kapitanla oynadı. Şəmilov. Ötürmə komanda yoldaşına Hüseynli Ruslan ötürməsi keçmədi. Son müdaxilə. Paşa Baxışdan gəlmişdi. Aydın. Aydın Ovçinnikov. Nərmanla oynadı. Yenidən Aydın. Bir zərbə uzaq məsafədən Yusufun zərbəsi Faik. Yaxətən top hərəkətli qazanacaq. Deyəsən qayda pozusu yox. Səhvimi düzəldim. Qayda pozusu qeydə alındı. Ruslana qarşı yerdən bir müdaxilə var idi və cərmə zərbəsi yerinə yetirildi. İndi Ruslan ötürmə komanda yoldaşına Binatov. Rəqib araya girdi Paşa. Aydın ön istiqamətində. Son müdaxilə Şəmilov Əlidən. Paşa komanda yoldaşını oynadı. Yenidən Paşa. Paşa Baxış. İmanlara girdi. Binatov Kənan zərbə. Təhlükəli idi. Topkapın yanından meydan tərk edir.
Orada əvəz etmə gəldi Yusif. Meydana daxil oldu Yusif Sadiqov. Yusif komanda yoldaşının ön istiqamətini Aydan. Sağına çəkdi Aydan. Qapı qarşısına ötürmək istəyir müdafiəçilər. Süleyman Əlisoy. Faiq. Pressing var. Faiq aldancı hərəkətlər itirdi topu. Zərbə çəkdi Alamar. Yusif. Aldancı hərəkətlər. Yusuf Abdullayev. Aldancı hərəkətlərlə yadda qaldı. Ötürmədə verə bilərdi. Məsə epizod davamında isə top qapıdan qapı xəttinə meydanı tərk etdi. İndi qapıdan zərbə olacaq. Binyatov. Yusif ona mane olurdu. Şəmilov ötürmə istəyir. Keçmir. Nədən taban ötürməsi Yusifdə qaldı. Bir zərbə çəkdi. Rəqiblər də çatırdı artıq. Sadəcə zərbə indirmək şansı qalırdı ona. Süleyman Əlisoy. Top ayağına çox atsı. Golkiper Yusif. Bir uzun ötürmə istəyi. Bir qədər səliqəsi bir ötürmə idi. Yusif. Aydan. Aydanın zərbəsi keçmir. Güclü zərbə. Top son olaraq Neymana tuş gəldi. Ərman. Aydın aldancı hərəkətlər. Ötürmək istəyin Ərmana. Ruslan. Ərman zərbə mövqe axtarırdı. Uzaqlaşdırılar müdafiəçilər. Bir əksizum şansı da ola bilər. Ötürmə komanda yoldaşının ön istiqamətinə Binyatov Kənan son anda. Yusuf Abdullayev araya girdi. Şəmilov Əli. Binyatov Ramətdə mı rəqib üçün? Rəqib azlıqda yaxalaya bilər. Kim bir hərəkətləniblər. Yusiflə Adaşının mübarizəsi. Bir zərbə çəkdi. Uğursuz alırlar. Aydan Ovçinikov zərbə indirmişdi. Faiqin ötürməsi. Aydın sol cinə boyunca irələdi aldancı hərəkətlər. Qapı qarşısına bu ötürmə ediləməz. Məşqçisi də top Aydındakən oyuncularını qapı qarşısına səsləyirdi. Amma Aydın ötürməsində heç bir komanda yoldaşı həmin nöqtədə deyildi və yaxud özünü çatdırıb toxunuş edən olmamışdı. İndi bir əksizum şansı Ruslan ötürmə komanda yoldaşına Binyatov Kənan tələsli zərbə üçün. Bir ötürməsi Faiq. Faiqan gerdən müdaxilə var idi. Aydan özü zərbə indirmək istədi. İki komanda yoldaşı qapı qarşısında boşda idi. Xəsis davranda. Süleyman Əlisoy.
Ruslan. İndi bir əksizm şansı ola bilərmi? Süleyman'da qal top. Süleyman Elisoy ötürmək komanda yoldaşına Aydın. Özün çatır top meydanda da bir Rabona. Qapı qarşısına ötürmək istəyi. Təkrar bir zərbə çəti qapı tiri. Hüseyin Ruslan. Son müdaxilə Nərmandan. Qapıdan zərbə. Masa 0-0'lıq bərabərlik davam edir. Hələ ki hesab açılmayıb bu qarşılaşmada. Yoldaşlıq görüşündə Trabzonspor Azərbaycan Futbol Klubu Füzuli Futbol Klubu üz-üzə gəlir və masa 0-0'lıq bərabərlik var. Bu arada əvəz etmək gəldi. Əhməd Hüseynov meydana daxil oldu. Trabzonspor kollektivində. Yusuf əvəzlədi o. Yusuf Sadiqov. Aydın'ın zərbəsi təhlükəlidir. Bir zərbə çəkdi. Qapıcı inamlıdır. Golkiperi yaxşı oynadı. Esadov Fegam. Bir zərbə çəkdi Faik. Olseyev. Aydoğan. Nərman. Yəqib əydi etdi topu. Esaib uzaqlaşdırdı Faik. Bir qapıdan digər qapıya bu zərbə idi. Torlara da toxunmadı top. Faik az qalsın. Bir qapıdan digər qapıya topu göndərərək fərqlənəcəkdi. Nərman. Ayaq saxladı, ötürmə. Qapı qarşısına. Qapıcı inamlıdı. Süleyman Elisoy. Ruslan araya girmək istəyir. Şamilov Vəli var idi qarşısında. Vətən zərbəsi Elsayev. Bir əksizm şansı. Süleyman ötürmə imkanatı atmır. Yusuf mani oldu rəqiblərinə. Şamilov Vəli qarşıladı. Rəqib araya girməsə Elsayev topu komandasına qazandırdı. Füzuli kollektiv adına bir cəhd. Zərbə keçmir. Top ələ tuş gəlmişdi. Arif Tahir zərbə indirəcək. Canlı set qurulur. Bir standart vəziyyət, bir cərmə zərbəsi, 2 nəfərdən ibarət canlı set quruldu. Tahir topun arxasında. Bir zərbə canlı set daşı var. Esayev. O zərbəsi də çox uğursuz alanda.
Nərman. Ötürmək komanda yoldaşına. Əhmədin ötürməsi. Əhməd. Nərman ön istiqamətində. Tahir araya girmək istəyib. Sahib. Ötürmək komanda yoldaşına. Bu dəqiqələrdə oyun tempi bir qədər də artıb. Əlisoy Süleyman bir zərbə çəkdi. Aydın. Yenə xəsis davranır. 2 komanda yoldaşı var idi. Zərbə indirmək sesi. Düşündüyü kimi istədiyi kimi alınmadı. Bir əksizum şansı ola bilər. Fəqan irəlilədi. Top meydanda davam etmək lazımdır. Əlisoy Süleyman özünü çatdırdı. Daha sonra top rəqibinə vurub meydandan çıxardı. Və elə bu 2 xəsis davranışdan sonra baş məqsəd üçün Ağaverdiyev Aydına əvəzləyəcək. Aydın Ovçinnikovun əvəzinə Bəylər Şirinli meydana daxil oldu. Ruslan Fəqan, Əsədov Fəqan, Sahib, yox özünü çatdıra bilmir. Nərman. Fəqan mayın olur ona. Nərman Tağızadə. Zərbə meydansasının əvvəlində 3 komanda yoldaşı var. Nərman. Ötürmə hissəyi. Başla zərbə çəkdi. Keçmədə Əlisoy ilə Bəylər yüksəlmişdi. Yosef gövdəsi ilə rəqibinin qarşısını kəsmə hissəyi. Uğurlu alanda rəqibinə keçid vermədi. Yavaş-yavaş ilkin sonlarına yaxınlaşırıq. Qarşılaşmada 0-0'lıq bərabərlik davam edir. Fəqan Tahirin ön istiqamətində. Top meydanda saxlama bacardı Tahir. Ötürmə hissəyi keçmir. Nərman bir eksizum şansı. Bəylərdə hərəkətlənib. Son müdaxilə Elsahibdən. Top itkisi. Dərca keçmədə Elsahib. Əlisoy Süleyman. Bir akrobatik zərbə çəkdi Tahirdən. Əlisoy top meydanda saxlaya bilmir. Bəylər yaxında top hərəkətliyi qazandırır. Tahir. Nərman. Fəqan. Araya girdi gövdəsi ilə rəqibinin qarşısını kəsdi. Keçid vermədi. Dərca. Künçdən zərbə Tahir. Tahir yerinə yetirəcək künçdən zərbəni. Faiq. Aydına doğru ötürmə.
Sahib. Ruslan ötürmə komanda yoldaşına. Tahirov. Tahir sağına çəkib zərbə endirmə hissəyə alınmadı. Faiq. Yusif. Bir qədər qüvvətli bir ötürməkdir. Belə bu zərbələ də, bu cəhətlə də ilk hissə bitir. Komandalar fasiləyə 0-0'lıq bərabərliyə yollanırlar. Heç yerə ayrılmırıq fasilədən sonra. Yenidən bir yerdəyik. İkincisi də yenidən bir yerdəyik. Nəzər çatdırım ki, qarşılaşmada 0-0'lıq bərabərlik var. Hər iki komandanın hücum zətləri olub, amma hələ ki topu çərçivə yollama mümkün olmayıb. Yoldaşlıq görüşündə Trabzonspor Azərbaycan Futbol Klubu ilə Füzuli komandalarının qarşılaşmasında Tahir bir etiraz edirdi. Məncə qaydalar çərçivəsində idi. Yəni ki, qapıcı ötən dəqiqələr içində yaxşı çıxış edir. Bir tərəfdə Faiq, digər tərəfdə isə Kərim. Dərgah, komanda yoldaşır oynadı. Fəqanın ötürməsi. Tahirov Tahir. Ruslan, Hüseynli Ruslan. Ruslan zərbə çəkdi və gol! Ruslan, Hüseynli Ruslan zərbə indirdi. Sol cinadana. Çəkdi, zərbə indirdi. Uzaq küncü nişan aldı və hesabı da açır. Füzuli kollektivi artıq hesabda öndədir. Bir 0. Füzuli komandası 1. Trabzonspor kollektivi 0. Golun müəllifi Hüseynli. Ruslan oldu. İlk hissədə gol yox idi meydanda. İkincə başlar-başlamaz bir cəhdə Füzuli komandası topu qapıdan keçirməyi bacardı. Mərkəzə yaxın bir nöqtədən standart vəziyyət. Bir nəfərdən ibarət canlı sət var. Uzaq məsafədən bir zərbə. Fəqan əsələ Fəqan zərbə indirmişdi. Faiq zərbəni qarşılamağı bacardı. Dərgah araya girmək istəyən Ərman top ələ keçirdi. Ötürmə komanda yoldaşına bir zərbə çəkdi Kərim. Aydının zərbəsi tam istədiyi kimi alınmadı. Bir qədər də qapısının üzərinə zərbə indirmişdi. Kərim isə inamlıdır. Ötən dəqiqələrdə qapısının toxunulmaz saxlamağı bacarıb. Yəni Süleymanla Fəqanın bir mübarizəsi var idi. Aydan Süleymanlı Soy Tahirov Tahirlə mübarizə aparırdı. Bir zərbə çəkdi. Aydan zərbəsi öz komanda yoldaşına tuş gəldi. Paşa sanki komanda yoldaşının zərbəsinin qarşısını kəsirdi. Faiq. Aydan. Esoy. Süleyman oyunu değiş Süleyman. Haydi. Sakin oyna. Arka direğe. Tahirov. Aydan. Faiq.
Yüksəklik qazandırdı. Sahib qarşıladı. Paşa. Tahirov Tahir. Rəqibini aldırıla bilmir. Əlisoy Süleyman. Tahirlə mübarizə aparırdı. Yaxada top Mecyanı tərk etdi. Paşa gel paşa. Aferin paşa gel. Başına vursaydım bana. Akşin Erman. Oyunda. Çıxışda düzgün oynadı, uzaqlaşdırdı. Sahib yüksəklik qazanıb top Əlisoy iram etdi dərgaha. Dərgah aldadıcı hərəkətlər, ötürmək komanda yoldaşına doğru. Tez at. Erman kaç. Haydi kaç haydi. Bir ötürmək istəyir, Daman zərbəsi və gol! Dərgahın ötürməsinə Tahirov Tahir. Boşda idi. Bir toxunuşla topu çərçivəyə yolladı. Hesab arasındakı fərq 2-yə yüksəlir. var. Misli komandası 2, Trabzonspor Azərbaycan Futbol Okulu 0. Görək Trabzonspor kollektivi cavab verəcəkmi bu qollar qarşısında? David Künçdən zərbə. Füzuli komandası adına. Qap qarşısına ötürmək istəyir Faiq. Tahirin zərbəsi. Faiq bu zərbəni dəf etmək bacardı. Əlisoy uzaqlaşdırdı. Yusif. Gol. Tahir. Yusif. Erman gel buraya Erman. Gel. Tez gel. Tez gel. Ruslan. Fəqa. Yusuf araya girdi. Əhməd. Adaşı topu ələ keçirir. Ötürmək istəyir. Keçmir son müdaxilə. Əlisoy Süleymandan. Əlisoy. Fəqan riskə getmədə uzaqlaşdırdı. Sahib. Əlisoy. Benyatov Kənəm. Hiç olmasa rakibin yanında zahmet olmasa diyen zahmet. Hayda. Sahib ayak koydu. Fəqan. Ötürmək komanda yoldaşının istiqamətində Benyatov Kənə mane olurdular. Faiq. Aydına doğru bir ötürmə. Sahib qarşıladı. Əlisoy.
Mesela Süleyman aldatı bir rəqibini. Son müdaxiləyə sahibdən sürüşərək o meydandan çıxardı. Güncdən zərbəm. Yusif. Aydan. Faik çıxışda düzgün oynadı. Yusuf pressing edir Delsayev. Bir anlıq böyütürədi. Elsoy. Ayna doğru ötürmə Elsayev. Yusuf. Hesab qaydanı pozmuşdu. Şamilov Elsayev. Aydan. Aydın'ın zərbəsi qapı tiri. Novçinnikov. Yusuf. Taban ötürməsi Əhməd. Elsoy. Faik. Yusuf araya girdi Aydan. Bir zərbə çəti Binetov Kənan'la. Elsoy müdaxilə sonrası Faik'də. Qapısını qorudu. Aydan. Yanlış oynadı. Arada bir əvəz etmək gəldi. Aydana əvəzlədi. Məşqçisi Nəriman artıq meydan daxil olub. Süleyman Elsoy. Yusuf. Zərbə keçmədi. Yusuf Sadiqov. Son müdaxilə rəqibdən. Nəriman öncə Elsayev. Bir ara ötürməsi Faik yerindədir. Nəriman. Uzaq məsafədən bir zərbə Faik. Təkrar bir zərbə cəhdi uğursuz alınır. Elsoy, Yusuf. Yusuf Abdullayev. Yatırma komanda yoldaşına Nəriman. Nəriman Tağızadə, Yusuf. Nəriman araya girdi. Nəriman aldadıcı hərəkətlər. Yusuf qarşısına qaldı. Zərbə Faik. Üzərinə gələn zərbəni dəf etməyə bacardı. Keçid vermir. Üçüncü zərbə. Nəriman. Əks-zoom şansı. Aydan doğru Aydan. Sol ayağına zərbə indirmək hissi. Sahib ayak koydu. Aydan yerdə qalıb. Hadi yaxşıdan hadi. Hadi yaxşıdan. Süleyman top iste Süleyman. Git gözüne git. Özü de iste. Top iste. Elsoy Nəriman. Nəriman gerisində qaldı top. Yusuf araya girmişdi.
Fəqan. Sedat. Nəzər satırım ki, Füzuli futbol klubunun 2-0'lıq üstünlüyü davam edir. Trabzonspor kollektivi qarşısında. Əlisoy, top meydandadır. Bəylərin önü istiqamət ötürmə. Kerim. Hesab üçün bıraxdı topu. Bir ara ötürməsi. Şamilov Vəli topladı. Yusif Manolurdana qapı qarşısına ötürməsi keçmir. Əlisoy Süleyman. Ərman qaydanı pozmuşdu. Burada oyuncu dəyişikliyi boşdur. Əkbər Qəmbərov meydana daxil olub. Trabzonspor Azərbaycan futbol okulunda. İndi bir küncdən zərbə. Qapı qarşısına ötürmək isə zərbəyi sahibdən keçmir. Bəylər uzaqlaşdırdı. Yüksəlik qazanan top. Bir baş üstü seyir. Faiq dəf edə bilmir. Hesab arasındakı fərq 3-ə yüksəlir. Səhv edirəmsə Sahib zərbə endirdi. Topu geriyə çevirdi. Faiqin başı üzərinə top qapıya daxil oldu. Oyunun sonlarına doğru fərqi bir qədər də artır Füzuli komandası. Aydan. Hesab arasındakı fərq artıq 3-ə yüksəlib. Bəylər. Əkbərə satmır top. Yusuf. Bir zərbə cəhdində Yusuf Abdullayev aya qoydu. Ötürmə qapı qarşısına. Sahib. Qapı boş idi. Boşuna əldən verir. Topu qapının üzərindən vurdu. Qapısı digər tərəfdə idi. Bir sadə toxunuşla fərqi bir qədər də artıra bilərdi. Qapıdan zərbə. Yusuf. Aydan. Ötürmə komanda yoldaşına. Əkbərin zərbəsi. Uğursuz alınır. Əkbər Qəmbərov. Qapıcı ilə artıq özbə-öz qalmışdı. Daha dəqiq zərbə ilə topu çərçivə yollaya bilərdi. Kerim ötən dəqiqələr ərzində qapısını toxunulmaz saxlamağa bacarır və sahib aldadıcı hərəkətlər. Riskli oynadı müdafiədə. Daha bir cəhd. Allah verdiyi Faiq. Dəqiqədən öncə top elə keçirməyi bacardı. Toxunuş vardı, küncdən zərbə. Neyse Süleyman. Aldadıcı hərəkətlər. Süleyman qapı qarşısına. Yusuf. Əlisoy. Bu arada son dəqiqələrdə Xalid Həmidov da meydana daxil olub. Qapı qarşısına ötürməsi, uzaqlaşdırma bacardı. Əlisoyun zərbəsi Kerim. Yaxın küncünü yaxşı bağladı. Xalid. Əkbər. Yusuf.
Yusifin zərbəsi və gol! Yusif Abdullayev fərqi bir qədər azaldır. Yusif. Komandası mərkəz müdafiəçisi 21 nömrəli forma ilə çıxış edir Yusif Abdullayev. Bir zərbəsində qapıcı uzandı amma dəf edə bilmədi. 3-1 oldu hesab. Şamilov Əlim. Əlsəy Süleyman. Aydan. Yusif. Xalidin ön istiqamətini ötürmək keçmədi. Yan xəttdən top hərəkətliyi qazanacaq. Xalid Əmidov. Qısa bir ötürmə hissəyi. Rəqib araya girmişdi. Xalidlə mübarizə aparırdı. Faiq. Xalid. Rəqibə hədiyyə etdi topu. Yusif. Aydan. Əlsəy Süleyman. Aydın zərbəni yerinə yetirəcək. Aydın Ovçinnikov cərmə zərbəsindən bəklənməyi bacardı. Fərq minimum indi. Qapıcı dəf edə bilmir. Aydın. Yəni maça bərabərlik gətirə biləcəkmi? Aydın və gol! Arda gəlir qollar. 3-3 oldu. 3-0-dan 3-3-ə gətirdilər hesabı. Düşünürəm ki, bu epizodla da 2 maçı bitirəcək. Komandalar bərabər şəkildə meydandan ayrılır. Son dəqiqələrdə qazandıqları qollarla, vurduqları qollarla ilk öncə Yusif Abdullayev, daha sonra Aydın Ovçinnikov dubl etdi və 3-3 bitdi maç. Hər iki komandaya bu gözəl oyuncu təşəkkür edir. Növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.